Yeni Yasamal Dadaş Bünyazədə küçəsi, Rahat Market və Yasamal Molun yanında yeni tikili binada 3 otağa düzəlmə, bir kupçalı bir mənzili sizlərə təqdim edəcəm. Baxın, gördüyünüz bu Rahat Marketin binasındadır. Daxil olacaq mənzili yaxından sizlərə tanış edəcəm. Daxil olduğu mənzilimizə dəyərli izləyicilərimiz, mənzilimiz 96 kvadrat ölçüyə malikdir. Qanuni 2 otaqdır, 3 otağa düzəlib. 3 otağa necə düzəldiyini də sizlərə izah edəcəm. Xahiş olunur, təqdimatdan öncə kanala abunə olub, videonu bəyənməyi unutmayın. Burada giriş qapımız yerləşir, dəyərli izləyicilərimiz. Baxın, bu şəkildə belə bir dəhliz hissə var. Baxın, bu şəkildədir. Divarda lepka işləmədən və Venesiya boyalarından istifadə olunub. Baxın, bu hissədə görsəz, boyadan istifadə olmayıb. Çünki bura giriş meblinin yeridir. Ev sahibi zövq üçün saxlayıb. Yəni, alıcının zövqünə uyğun şəkildə özü də yığa bilər və yaxud da qiymət danışılarsa, alıcı özü də yığma imkanı var. Döşəmədə 60-ın 1.20-yə qranit mərmər və isti döşəmədən istifadə olunub. Sanitar qovşağı, mətbəx və koridor isti döşəmədən istifadə olunub. Sağdan sola doğru olaraq mən sizə mənzili təqdim edəcəm. Baxın, bu şəkildə daxil olan mənzilin ilk öncə qonaq otağıdır. Dəyərli izləyicilərimiz, bu şəkildədir. Döşəmədə keyfiyyətli laminatdan istifadə olunub. Hündürlük çox gözəldir. Bir çox aksesuarlarla təmin olunub. Orta mənzildir, yel çəkərdir. Hər iki tərəfə baxışı və eyvan hissəsi var. Qonaq otağının baxış istiqaməti binanın həyətinədir. Baxın, bu şəkildədir. Belə bir gözəl eyvan hissə var. Təhlükəsizlik məqsədi ilə barmaqlıqlar da düzəlib. Mənzil 17 mərtəbəli binanın 15-ci mərtəbəsindədir. Bunun üzərində də yaşayış var. Onun da üzərində yaşayış var. Yəni, qeyd edin, bunu biləsiniz. Binanın həyət istiqamətidir. Yasamal Mol görsənir oradan. Binanın altında Rahat Market var. Həm buradan da giriş var, həm əsas yoldan da giriş var. Binada isə həyəti mən bu şəkildə göstərim. Həyət də var, avtoparking də var, yeraltı garajı da var binanın. Onu qeyd edim sizə. Qaz, su, işıq təminatı isə fasiləsizdir. Sənəd kupçadır. Evin sənədi dövlət reyestrindən çıxarışdır və qeydiyyatda da heç kim yoxdur. Birbaşa notarial qaydada alqı-satqı edə bilərsiniz. Qeydiyyata da düşə bilərsiniz. Sənədlər tam qaydasında. Dövlət ipotekası təsdiq olunmuş şəxslərdən müraciət edə bilər. Baxın, belə bir gözəl qonaq otağımız oldu, dəyərli izləyicilərimiz. Burada divarda da lepka daraq işləmələr, içərisi qızılı aksesuarlarla təmin olunub. Tavanda isə gizli işıq, spotlar və gözəl bir çılçırağımız da mövcuddur. Geniş bir qonaq otağını sizlərə təqdim edədim. Burada 3-cü otaq dediyimiz hissə, düzəlmə hissə baxın buradır. Necə olub? Geniş bir dəhliz hissə olub burada. Dəhliz hissədə burada gözəl bir otaq düzəldiblər. Kiçik bir otaq, iş otağı deyək, qardırob otağı deyək və yaxud da ki, uşaq otağı kimi istifadə edə bilərsiniz. Yəni, özünə aid açıqçası var. Kombi xətti və elektrik xəttləri çəkilib, çılçıraqda qurulub. İndi kim necə istəsə o şəkildə də istifadə edə bilər. Yəni, 3-cü otaq kimi kifayət qədər sahəyə malikdir. Buranı da sizlərə təqdim elədik. Burada mənzilin əsas yataq otağı yerləşir. Qonaq otağı ölçüsünə malik bir yataq otağıdır. Bu şəkildədir. Baxın, burada isə divarda buralardan da istifadə olunub. Hər otağın özünə aid rəngi var. Çox gözəl rənglərdən və zövqlərdən istifadə olunub. Yəni, müasir dövrün dəbinə, zövqünə uyğun şəkildə təmin olunmuş bir mənzildir. Burada da laminatdan istifadə olunub. Baxın, bu şəkildə bir yataq otağı var. Kifayət qədər geniş sahəyə malikdir. Buna da sizlərə təqdim elədik. Keçək digər hissəsi olan mənzilin mətbəx hissəsi. Geniş bir mətbəx hissəsi var. Heç qonaq otağından bir o qədər də istifadə etməyəcəksiniz, dəyərli izləyicilərimiz. Mətbəx mebelini həmçinin qeyd etdiyim kimi alıcının zövqünə uyğun şəkildə rənglərin seçimi olsun, material seçimi olsun, yəni ev sahibi yığa bilər və yaxud da ki, qiymətdən enər. Məsələn, bu mebelin deyək qiyməti 2000 manat tutur və yaxud da nə qədər tutursa onu endirim edəcək. Alıcı öz vəsaitini öz istədiyi kimi mebel yığdıra bilər. Burada da qeyd etdiyim kimi qranit mərmərdən istifadə olunub, kollektor sistem. Oradadır bütün xəttlər, santexnik xəttlər düzəlib. Bu istiqamət isə Yeni Yasamal istiqamətinə baxır. Qonaq otağındakı eyvan həyətə, Yasamal Mol istiqamətinə, bu tərəf isə cənub tərəfə baxır. Qeyd edim, bu tərəf gün batan tərəfdir, digər tərəf isə gün çıxan tərəfdir. Yəni, şimal görmür mənzil. Hər iki tərəfə açılan eyvan hissəsi var. Burada da belə bir qardırob hissə yığılıb, artıq əşyalarınızı rahat yerləşdirə bilərsiniz. İstəsəz buranı bağlayıb mənzilə qata da bilərsiniz. Bu şəkildədir, dəyərli izləyicilərimiz. Mətbəx hissəni də sizlərə təqdim elədik. Qaldı mənzilin sanitar qovşağı və ümumi məlumatı, həmçinin qiyməti də sizlərə qeyd edəcəm. Burada isə mənzilin sanitar qovşağı olan
Yəni hamam tualet hissəsidir. Bu şəkildədir. Hamam tualet hissəsi lazım olan aksesuarlarla da tam şəkildə təmin olunub. Duş kabini isə yerləşdirilib bura. Baxın, belə bir gözəl duş kabini hissədə yığılıb. Hazır şəkildə döşəmədə istifadə olunsa da burada qurutma aparatı da qoyulub. Mənzilimiz Yeni Yasamal düz mərkəzində. Binanı da göstərdim sizə. Çox gözəl bir binadır. İnşaatçılar metrosuna da piyada yaxın bir məsafədə yerləşir. 17 mərtəbəli binanın 15-ci mərtəbəsində yerləşən 96 kvadrat ölçülü kupçalı bir mənzili sizlərə təqdim elədim. Qiymət 227 min manat deyir ev sahibi. Real olsa ev sahibi ilə görüşdürüb sizi bazarlıq edəcəksiniz. Yəni real alıcıya endirim olacaqdır. Daha da olan və ətraflı məlumat üçün əlaqə nömrəmiz səhifədə mövcuddur. Əlaqə saxlayıb mənzilə əyani şəkildə baxa bilərsiniz. Açar bizdədir. Gün ərzində yaxınlaşıb mənzilə əyani şəkildə də baxmaq mümkündür. Mənzil haqqında bu qədər. Növbət çəkişdə görüşənədək Allah alana və satana xeyir versin.